Salam, hər vaxtınız xeyir. Bugün kiber təhlükəsizlik dərslərimizin ilk dərsində qarşınızdayam. Dərsimizə başlamadan qabaq bir-iki şey demək istəyirəm qısa dərslərimizlə bağlı. Demək, dərslərimiz daha çox Blue Team yönümlü olacaq, yəni müdafiə yönümlü. Ancaq dərslərin içərisində Red Team, yəni penetration testing ya da hücum tərəfində olan mövzular da olacaq. Həmçinin dərslərimizdə daha çox nəzəri hissə ilə başlayıb, başlanğıcda daha sonra keçiriləcək praktik hissəyə və nəzəri hissədə öyrəndiyimiz məlumatları praktikalarla birlikdə gücləndirəcəyik. Bundan əlavə demək istəyirəm ki, dərslərdə istifadə etdiyim bütün slaydlarda bütün məlumatlar ingilis dilində yazılıb. Çünki IT sahəsində də bir çox sahədə olduğu kimi ingilis dili çox vacibdir. Buradakı bir çox terminlər sizin üçün çox vacibdir öyrənmək. Düzdür, bunlar siz istifadə etdikcə artıq cyber security öyrəndikcə ağlınızda daha çox qalacaq, daha yaxşı mənimsəyəcəksiniz. Bu zaman olan bir şeydir. Ancaq burada bəzi terminlər var ki, bəzi məlumatlar var ki, onları tez-tez görmürsünüz siz. Buna görə də onları unutmamaq üçün bir yerə qeyd etsəz, yəni video dərslərimiz ərzində qeydlər aparsanız sizin üçün çox yaxşı olar. Bugünkü ilk dərsimizdə biz Fundamentals of Cyber Security bu mövzu başlığı altında bir neçə alt başlıqlar öyrənəcəyik. Bunlar hansılardır? Security Definitions and Terminology, CIA Triad, Confidentiality, Integrity və Availability. Daha sonra Security Defense Frameworks, bunlar nədir, nə iş görür? AAA of Security, Authentication, Authorization və Accounting, bu nə mənaya gəlir? Və son olaraq Social Engineering Concepts and Techniques. Bu başlıqlar altında məlumatlar öyrənəcəyik. Elə isə gəlin çox uzatmadan keçək ilk slaydımıza, ilk mövzumuza. Burada biz sizinlə birlikdə 3 dənə əsas təməl, belə deyim, termini öyrənəcəyik. Bunlar hansılardır? Vulnerability, threat və risk. Bunlar nə mənaya gəlir? Gəlin baxaq bir yerdə. Vulnerability nə deməkdir? Vulnerability sistemin dizaynında, konfigurasiyasında və ümumən gedişatında, işləməsində yaranmış bir zəiflikdir. Hansı ki, hücumçular, yəni hakerlər bu zəiflikləri istifadə edərək sistemimizə zərər vura bilər, onu risk ata bilər. Digər terminimiz threat, yəni təhdid nə mənaya gəlir? Bu isə bizim bayaq danışdığımız vulnerabilitylərdən, yəni zəifliklərdən istifadə edib sistemimizə zərər vura biləcək hər hansı bir şeyə deyilir. Bura məsəl üçün viruslar, troyanlar və ya ümumən bütün malverlər ya da ümumən bütün bu zəifliklərdən istifadə edib sistemimizə zərər vuracaq hər bir şeyə biz threat, yəni təhdid deyirik. Və sonuncu terminimiz olan risk nə mənaya gəlir? Risk bu təhdidlərin sistemimizdəki zəifliklərdən istifadə edə bilmə ehtimalını və istifadə edərsə yarana biləcək zərəri dəyərləndirməyə kömək edir bizə. Ümumi olaraq bu 3 termini real həyatdan bir örnəklə belə izah edə bilərik. Məsələn, bizim bədənimizi bir sistem kimi ələ alsaq, vulnerability burada bizim sistemimiz, yəni bədənimizdə olan bir yaradır, zəiflikdir. Threat isə hər hansı bir virus, bakteriya, mikrob, hansı ki bu yaranın içində düşsə, infeksiya yaradar və bizim sağlamlığımıza ziyan olur. Risk isə həmin bu mikrob bakteriyaların bədənimizdə olan yaralardan istifadə edə bilmə ehtimalını və bu yaralara düşüb infeksiya yaradarsa nə kimi sağlamlığımıza ziyan olacağını ölçən bir termindir. Və artıq başa düşə biləcəyiniz kimi vulnerability və threat birlikdə birləşib riski əmələ gətirir. Digər çox qarışdırılan terminlərimiz də cyber security və information security terminləridir. Bunlar nə mənaya gəlir? Deməli, cyber security sadəcə elektron formatda olan dataların qorunmasını hədəf alır, buna fokuslanır. Information security isə ümumi olaraq datanı qorumağı hədəf alır və buna fokuslanır. Yəni burada artıq datanın elektron formatda olması nəzərə alınmır. Hər nə formatda olursa olsun, bunu qorumağı hədəfləyir. Burada təbii gizliliyi vacib olan fiziki bir sənəd də nəzərdə tutula bilər, ya da fiziki bir kompüter də ola bilər, bu hər hansı bir şey. Yəni başa düşə biləcəyiniz kimi information security, yəni informasiya təhlükəsizliyi daha ümumi bir qavramdır, ümumi bir termindir. Cyber security isə bunun daxilində yer alan xüsusi bir sahədir. Digər bir mövzu başlığımız isə CIA triadı, Confidentiality, Integrity və Availability nə deməkdir? CIA triadı kiber təhlükəsizlikdə də əsas modellərdən biri olub,
Ümumən informasiya təhlükəsizliyindəki 3 əsas prinsipi müəyyən edir. Confidentiality, konfidensiallıq, məlumatın sadəcə səlahiyyətli şəxslər tərəfindən əlçatan ola bilməsidir. Integrity, yəni tamlıq isə məlumat necə idisə, yəni ilk başda yazılanda necə idisə, elə saxlanılmasıdır, onun tamlığının qorunmasıdır. Biz konfidensiallığı encryptionla, access controls kimi mexanizmlərlə ediriksə, integritini isə hashing ya da digital signatures, rəqəmsal imzalar kimi texnologiyalar vasitəsilə edirik. Hashing və encryption bunlar nə deməkdir? Bunları gələcək dərslərimizdə daha ətraflı öyrənəcəyik. Və son olaraq availability, yəni əlçatımlılıq nə deməkdir? Bu isə datanın, məlumatın ya da ümumən sistemin istənilən, lazım olan anda əlçatımlı ola bilməsidir. Məsələn, əgər sistemimizə DDoS hücumu olunursa, bu zaman bizim sistemimiz çökür və biz əgər istifadə etmək istəsək, bu zaman sistemimizi ya da məlumatları görmək istəsək, görə bilmirik, istifadə edə bilmirik. Bu isə artıq bu prinsipi pozmuş olur. Ona görə də biz bunu təmin etmək üçün, bunun qarşısını almaq üçün DDoS protection kimi üsullardan, metodlardan istifadə edə bilərik. Digər bir başlığımız Security Defense Frameworks, yəni müdafiə frameworksləridir. Bunlar nə deməkdir? Bu frameworkslər qurumlara hər hansı bir kiber insidenti müəyyən etmək üçün, onun qarşısını almaq üçün və ona cavab vermək üçün yaradılmış metodologiyalardır. Belə bir çox müdafiə frameworku var. Bunlara məsələn örnək kimi NIST-in frameworkunu demək olar. Hansı ki bu kiber təhlükəsizliyi təmin etmək üçün, idarə etmək üçün risk yönümlü bir yaxınlaşma göstərir. ISO-nun framework isə ümumən informasiya təhlükəsizliyini idarə etmək üçün ümumi bir standartdır. Bundan başqa məsələn Mitriatak frameworku ən məşhur frameworklardan biridir. Hansı ki bu özündə olunmuş hücumların, bilinən hücumların TTP-lərini saxlayır. Yəni taktik, texnik və prosedur dediklərimiz bu üç başlığı özündə saxlayır. Hər hansı bir hücumun TTP-sin dedikdə onun hücumun taktikası, həmin bu taktika üçün istifadə olunan texnikası və daha sonra isə proseduru nəzərdə tutulur. Bu da təbii ki, hücumları müəyyənləşdirməkdə, onların qarşısını almaqda qurumlara çox lazım olur. Digər başlığımız isə AAA of Security, yəni Authentication, Authorization və Accounting qavramlarıdır. Bunlar nə mənaya gəlir? İlk öncə Authentication. Authentication bir istifadəsinin, sistemin və ya entitinin, yəni varlığın kimliyini təsdiqləməkdir. Bu, məsələn, hər hansı bir istifadəçi və ya sistem hər hansı bir resursa istək göndərəndə və ya həmin o resursu istifadə etmək istəyəndə onun həqiqətən o iddia etdiyi sistem və ya iddia etdiyi insan olduğunu təsdiqləməsidir. Authorization artıq kimliyi təsdiqlənmiş bir istifadəçinin sistemdə məsələn istifadə edə biləcəyi bütün resursların və ya istifadə edə bilməyəcəyi resursların, yəni bu kimi icazələrin artıq müəyyən edilməsidir. Yəni istifadəçinin sadəcə icazəli olduğu resursları istifadə edə bilməsini təmin edir. Və son olaraq accounting və ya auditing. Bu isə artıq istifadəçinin sistemdə login, logout kimi fəaliyyətlərini izləmə mənasına gəlir. Bu bizə bütün bu fəaliyyətləri izləyib sistemin güvənliyin təmin etmək üçün kömək edir. Və bugünkü dərsimizin sonuncu başlığı Social Engineering Concepts and Techniques. Social Engineering, sosial mühəndislik, hücumçuların fərdləri öz şəxsi məlumatlarını ya da həssas məlumatları ifşa etmələri üçün və ya ümumi sistemin güvənliyini təhlükəyə atmaları üçün aldatdığı bir manipulyasiya növüdür. Sosial mühəndisliyin bir çox növü var, bir çox üsulu var. Gəlin bunlardan bir neçəsinə baxaq. Bunlardan məsələn biri phishing hücum növü. Phishing hücum növündə hücumçular saxta e-maillər, mesajlar və ya veb saytlar istifadə edərək bu məlumatları ifşa etmələrinə çalışır fərdlərin. Daha sonra phishing hücum növündə isə demək olar eynidir phishing növü ilə. Sadəcə burada səslərdən istifadə olunur. Məsələn, telefon zənglərindən ya da ümumiyyətlə səsli mesajlardan. Yəni sadəcə phishingin səsli forması demək olar. Pretexting üsulunda isə artıq əvvəlcədən müəyyən olunmuş ssenarilər üzrə fərdlər aldadılmağa çalışılır. Məsələn, belə bir örnək vermək olar ki, hücumçu şirkət daxilindəki bir işçiyə zəng edərək
şirkətin təhlükədə olduğunu, məlumatların təhlükədə olduğunu və filan məlumatlarını təcili bir zamanda verməsini istəyə bilər. Bu zaman artıq işçi fərdi bir qərar verməlidir ani olaraq. Yəni bu ani qərara məcbur edilərək işçidən həmin o məlumatları almağa çalışırlar məsələn bu növdə. Yəni məcbur deyil ki, bu tək iş mühitində olsun, adi gündəlik həyatda bu ola bilər öz fərdi məlumatlar üzərindən. Digər hücum növündə, baiting hücum növündə hər hansı bir vasitə ilə onları tələyə salmağa çalışırlar insanları. Məsələn, belə bir örnək vermək olar ki, tutalım hücumçu içərisində virus olan, malware olan USB diski məsəl üçün yerə atır ya da USB flash kartı yerə atır. Bunu tapmış hər hansı bir adamda maraqlı gəlir, görürsən onun içində nə var. Parıb kompüterin artıq taxdıqda həmin o içindəki malware virus kompüterə keçmiş olur. Məsələn, buna belə bir örnək vermək olar. Impersonation hücum növündə adından bəlli olduğu kimi hücumçu özünü başqa bir kimi qələmə verir, özünü başqa bir kimi təqdim edir və digər bir işçidən məsəl üçün ya da digər bir insandan lazım məlumatlar almağa çalışır. Məsələn, onun texniki dəstək işçisi olduğunu və filan məlumatları verməli olduğunu bildirir. Bu formada onu atmağa çalışır. Və son olaraq burada qeyd etdiklərim arasında sonuncu olan tailgating hücum növü. Bu isə ən sadə formada birini fiziki olaraq izləməkdir. Tutalım bunu necə etmək olar? Bir bina düşünün, binaya siz şifrə ilə girirsiniz, qapısında şifrə var və şifrəni bilmirsiniz. Və gözləyirsiniz ki, həmin o binada yaşayan başqa bir adam içəri girdikdə siz də onunla birlikdə içəri girəsiniz. Bu zaman artıq sizin belə deyim, səlahiyyətiniz olmadığı bir əraziyə girmiş olursunuz. Burada biz binanı bizim sistemimiz kimi düşünə bilərik. Özümüzdə burada məsələn bir hücumçu kimi düşünə bilərik ki, biz hər hansı bir sistemə icazəmiz olmadan bu sosial mühəndislik üsulu ilə içəri girmiş olduq. Və gördüyünüz kimi bu əslində çox böyük bir problemdir şirkətlər üçün, ümumiyyətlə bir sistem üçün. Çünki hər zaman demək olar, şirkətdəki, sistemdəki ən zəif halqa insandır. Və bunun qarşısını almaq üçün də ən sadə olaraq bütün bu işləri ya da ümumiyyətlə insanları bu hücum növünə tez-tez xəbərdar edib onları bu kimi təlimlərə, bundan qorunmaq təlimlərinə cəlb etmək lazımdır. Onlara buna öyrətmək lazımdır. Və beləliklə dərsimizin sonuna çatmış olduq. Bugünkü dərsin tapşırığı bu dərsdə danışdığımız, məsələn, sosial mühəndislik, onun növləri, digər başqa hansı növləri var, bunu araşdıra bilərsiniz. Ya da Security Defense Frameworks'lərdən başqa hansı frameworks'lər var, bunların bir-birləri olan fərqi nədir? Bunları da hər tərəfli araşdırıb öyrənə bilərsiniz. Həmçinin başa düşmədiyiniz hər hansı bir hissə olarsa ya da əlavə bir sualınız olarsa, şərh bölməsində bizimlə bölüşə bilərsiniz. İstənilən vaxt isə kömək etməyə hazırıq. Bura qədər izlədiyiniz üçün təşəkkürlər. Gələn dərslərdə görüşənə qədər özünüzdən müğayət olun.